Biz şagirdlərə səhv eləmə imkanı verməyəndə beyin inkişaf eləmir. Buraxmaq lazım uşaqlar səhv eləsin. Valideyn bunun da məqsədi odur ki, biz bir nəfər maarifləndirək, o bir nəfər getsin 5 nəfər edilsin, 5 nəfər 10 nəfər edilsin. Belə cəmiyyətin düşüncəsi zaman-zaman dəyişsin. Bizim kimliyimiz, bizim düşüncə tərzimizin yansımasıdır. Amma bu düşüncə ki, bir dəfə öyrədirik, öyrənə bilmir, bu yanlış düşüncə. İki cür düşüncə tərzi ola bilir. İnkişafa açıq və qapalı düşüncə tərzi. Dəyişə bilərikmi? Dəyişə bilərik. Yəni, elm bunu deyir ki, nəticə istər yaxşı olsun, istər pis olsun, fərq eləmir. Davamlı cəhd istənilən halda nəticəyə gətirir. Övladınız nə isə bacarmırsa, bacarmayacaq deyə bir şey yoxdur. Bunu qəbul etməyimiz lazım. Bayramınız mübarək.